Hər vaxtınız xeyirli olsun. Bu videoda belə bir fiqur ardıcılığı ilə bağlı sualın izahını vermiş olacağam. Dərslərimizə qatılmaq üçün qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Deməli, keçək sualın izahına. Deməli, baxsaq burada məsələn üçbucaqdan və yaxud düzbucaqlıdan və ya kvadratdan başlaya bilərik, fərq eləmir burada. Məsələn, mən tutaq ki, kvadratdan başlamaq istəyirəm. Kvadrat görürsünüz, boz rəngdədir bu arada. Boz rəngdir. Bax, bu arada sol tərəfə keçir. Hərəkət edir fiqurlar. Bax, boz kvadrat buradan keçir bu yana. Bax, bozdan sonra nə gəlir? Kvadrat ağ rəngdədir. Ağdan sonra bir anda sol tərəfə keçir. Görürsünüz, burada keçir sol tərəfə. Sonra burada da yenə sol tərəfə keçməlidir. Görürsünüz və qaralıb və yenə sol tərəfə keçməlidirsə, qaradan sonra təbii ki, ağ gəlməz. Növbə bozundur. Bu sol tərəfə keçəndə ya qayıtmalıdır, ya da ki, soldan girib sağdan çıxmalıdır. Bu sualda soldan girib, yəni sağdan çıxır. Yəni təzədən buradan başlayacaq. Yəni kvadrat olmalıdır ən sağda və boz rəngdə olmalıdır. Ona görə baxsaq elə variantlara ya bu olacaq, ya B olacaq, ya da ki, məsələn C olacaq. Gəlin üçbucaqlara baxaq. Üçbucaq görürsünüz, qara rəngdədir, keçir sol tərəfə. Qaradan sonra boz gəlir. Bu üçbucaq görürsünüz, fikir versək, qayıtmır. Fikir versək, lap sağdadır. Deməli, sol tərəfdən girir, sağdan çıxır. Bu formadadır. Yəni təzədən buradan başlayır deyək. Bozdan sonra ağ gəlib. İndi bu üçbucaq keçməlidir təbii ki, ortaya və növbənin hansı rəngindir? Qaranındır. Yəni üçbucaq ortada və qara rəngdə olmalıdır. Təbii ki, mən B-ni götürmərəm. Hansı variantı götürəcəm? Təbii ki, C variantını götürəcəm.